Hörmətli tamaşaçılar, proqramımız davam edir və daha bir bağlantını sizə təqdim etmək istəyirəm. Yenə də bu dəfə Avropada yaşayan həmyerlimizlə bağlantı yaratmışıq. Beləliklə Almaniya 1-ci Kreis Liqasında Düren 77 klubunun şərəfini qoruyan 19 yaşlı futbolçu Murad Tağıyev bizimlə bağlantıdadır. Murad bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. Murad bəy, birinci elə başlayaq sizin Almaniyaya köçməyinizdən və futbola başlamağınızdan. Buyurun, daha ətraflı özünüz məlumat verin. Mən 2 həftə əvvəl 19 yaşım oldu. 4 yaşımda Almaniyaya gəldim. İndi inşallah bu il 15 il tamam olur. 1 il tam olacaq inşallah. 1 il Bağçaya getdim. Bağçaya gedəndən sonra 5-6 yaşımdan sonra ilk takime getdim. Takime orada 2 il, 3 il oynadım. Ondan sonra aslında Düren şəhərində, Köln şəhərlərində, Aachen şəhərlərində çox takimlərdə oynadım. İndi də gəldim FC Düren 77-şə. Son gençlik sezonumu oynayacağım. İnşallah gələn sezonda böyüklərə keçəcəm. Aha, bu Düren 77 hansı klubun ayrı bir klubdur? Yəni olur bəzi klubların gənc komandaları. Düren 77 hansı kluba bağlıdır mı? Yox, ayrı klubdur. Ayrı bir klubdur. Ümumiyyətlə, Almaniya futbolunu yəqin ki, yaxından izləyirsiniz, Bundesliqanı falan. Hansı klubda oynamağı arzulayırsınız? Leverkusen. Var, Leverkusen. Çox maraqlı. Mən Bavariya gözləyirdim, Dortmund gözləyirdim, amma niyəsə Leverkusen. Növbəti sualım elə yenə də sizin karyeranızla bağlıdır. Azərbaycandan təkliflər gəlibmi? Hazırda 19 yaşınız var və məsələn Azərbaycanın 19 millisinə çıxış edə bilərsiniz. Yəni belə bir imkan var. Yəni təklif gəlibmi? Ümumiyyətlə almısınızmı? Bir məlumat falan varmı? Azərbaycanın maalesef hələ indiyənə qədər bir şey gəlməyib, amma Fransa'nın 2-ci liqasının bir də takımdan gəlmişdi, bir də təklif. 2-ci liqa Fransa. Aslında bir də Almaniyanın çox böyük, belə 2-3 də böyük takımdan təklif gəlmişdi. Amma əlbəttə arzumdur Azərbaycanda oynamaq inşallah. Bəlkə də elə Azərbaycanın klublarının bəlkə də rəsmilərindir, siz izləyirlər və yaxud sosial şəbəkələrdən daha sonra izləyəcəklər və bəlkə də sizə artıq bu bağlantıdan, bu verilişdən sonra zənglər, mesajlar gələ bilər. Başqa Azərbaycanlılar varmı ümumiyyətlə Almaniya futbolunda, gənclər arasında? Bir-iki də dostum var burada. Onlarla tez-tez biraz aradan bir futbol oynayıram, məşq edirəm onlardan, amma onlar da işləri var, məşqləri var, ona görə çox olmur, çox vaxtı olmur. Sizdən böyükdülər, yoxsa? Yox, mən yaşımda, biləm 18, 17, 19. Yəni paralel komandalarda çıxış edirsiniz yəqin ki? Oyunlarda üz-üzə gəlirsiniz, yəni mübarizə aparır. Elə olur. Bir də, deməli, Murad bəy, hansı mövqedə çıxış edirsiniz? Mən aslında indiyənə qədər ancaq müdafiədə oynadım. Sonra indi son 1-2 ildən sonra məşqçilərim hamısı dedi ki, boyun üzündən biraz balacasan, müdafiə etsin. Ona görə bir pozisyon qabağa getdim, orta sahada. Yəni 6 nömrə, 8 nömrə mövqeyində yəqin ki çıxış edirsiniz. Əslində qalsa Azərbaycan millisinə hazırda 6 və 8 nömrə futbolçular lazımdır həmin mövqeyə. Həm 19 millimizə, həm əsas millimizə lazımdır, mən düşünürəm. Gələcək planlarınız barədə istəyərdim eşidim. Azərbaycana gəlmişsiniz ümumiyyətlə? Gəlmişəm. Yəni o 4 yaşından sonra deyirəm. Demişəm. Burada futbolla maraqlanmışsınızmı? Yəni fərqi yox, burada maraqlanmamışsınız futbolla. Bir dəfə keçən il ora gedəndə uşaqlarla bir də məşq elətdirmişdim bir də müəllimlə. Kənddə də uşaqlarla oynamışam belə, amma belə də çox yox.